into Los Angeles. Amerika hava yolu ilə New Yorkdan Los Angeles'a uçdum. Düşünürdüm Amerikada neçə saat uçuş ola bilər ki? Təsəvvür edin, 6 saat yarım. Bu videoda sizə Amerikan hava yolları yeməyə 6 saat yarım ərzində nələr verir? Ümumiyyətlə bütün yolculuğu sizə göstərəcəm. İlk onu deyim ki, bu xalq çox tənbəl bir xalqdır və aeroportları o qədər qarışıqdır ki, heç kimdə dəqiq məlumat vermir. Biri deyir sağa get, biri deyir sola get. Nəhayət ki, biraz dincəldikdən sonra uçuş vaxtım çatdı və yollandım qeytə. Təbii ki, Amerika daxilində səyahət etdiyiniz üçün əlavə kontrollara ehtiyac qalmır. Düşündüm 6 saat yarım yol gedərik, yəqin ki, yemək verərlər, ona görə əlavə heç nə götürmədim, amma səhv elədim. Yemək olaraq təsəvvür edin, 2 seçim var idi. Kaşa, hətta onu belə özünüz düzəltməliydiniz və pendir asarti, krekerlər ilə. İçimdə bir his deyirdi, bəlkə bu soyuq əlyanaltıdır, bunun ardınca yemək gələcək, yox, gəlmədi. Yaxşı ki, özümlə püstə götürmüşdüm, elə film izləyə-izləyə onu yedim. Uçuşun bir müsbət tərəfi var idisə, o da Wi-Fi-ın minəndən enənə qədər olması idi. Yeməkdən sonra isə isti içki və peçenya təklif edildi. Təyyarə də tamam başqa bir terminalda endi çamadanları tapmaqda çətinlik çəkdim. Yenə biri sağa getdirdi, biri sola. Nəhayət ki, tapa bildim və rəfiqəm məni qarşıladı. Bu isə Los Angeles'da qalacağım evdir, istəsəniz ev turu edərəm.